Göygöl su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçay çaylarının məcraları təmizlənib, bəndləri möhkəmləndirilib. Son intensiv yağıntılar zamanı sel suları çay məcraları ilə fəsadsız ötürülüb və hazırda qabaqlayıcı tədbirlər davam edir. Belə ki, ümumilikdə texnikaların köməyi ilə magistral kanallarda və torpaq məcralı arxlarda hal-hazıra kimi 2025-ci və cari ildə 240 min kub metr həcmində ildən təmizləmə işləri aparılmışdır. Son zamanlar yağıntıların fasiləsi getməsi nəticəsində çaylarda suların artmasına müşahidə olunmuşdur. Bunun çaylarda keçən sel kütləsinin fəsadsız ötürülməsi üçün idarəmizin ağır texnikaları vasitəsilə Göygöl rayon ərazisindən keçən çayların məcralarında və sahil bərkitmə işləri aparılmışdır. 2025-ci il və cari dövrdə kanallarda 668 min kub metr lirdən təmizləmə işləri aparılıb. Qırıqlı gölü təmizlənib, 50 hidrotexniki qurğu və 30 hidropost təmir edilib. Su kəmərlərinin 6 kilometrlik hissəsi, həmçinin 12 nasos stansiyasından 8-i yenilənərək su ötürmə qabiliyyəti artırılıb. Sahələr də elə bir yerdə salınıb ki, açıq deyim, burada suvarmada problemlər var idi. Amma sağ olsunlar, köməkli göstərdilər. Artıq bir neçə artisan vurulub. Bu sonunda arxamızda gördüyümüz artisan yeni vurulubdur. Məhsuldarlığı da böyükdür. Bizim həmin bax bu sahənin yaşıllaşmasını, bugün gördüyünüz yaşıllığın səbəbi məhz bu artizanın su verməyinin səbəbidir, nəticəsidir. İdarə 8211 abonent və 276 qeyri-əhali sektorundan xidmət göstərir. Su şəbəkələrində təmizləmə, dezinfeksiya, təmir bərpa işləri görülüb. Ötən il 107 su və 154 kanalizasiya qəzası aradan qaldırılıb. Hal-hazırda dayandığımız məkan mərkəzi su anbarıdır. Mərkəzi su anbarı iki hissəyə bölünməklə 2000 kub metr su tutarına malikdir. Buradan isə sağ-sol meşəli və mollacəlili su anbarlarına sular ötürülür ki, həmin su anbarlarına da ümumilikdə abonentlərə təmiz və içməli suyun verilməsi təmin edilir. Eyni zamanda 302 subarteziyan quyusundan 267-si təmir olunub. Xanarx kanalının 370 metr hissəsi betonlaşdırılıb və Quşqara boru kəmərinin 1 kilometrlik hissəsi çəkilib. Nəticədə sistemlərin dayanıqlı və qəzasız fəaliyyəti təmin olunub.